Lənkəran şəhəri ərazisində bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək 2 nəfəri döyüb. Yenavaz.com APS adlı xəbər verir ki, oktyabrın 28-də gecə saatlarında Birxan qəsəbə sakini 1993-cü il təvəllüdlü Alim Şükürzadə, Lənkəran şəhər sakini 1996-cı il təvəllüdlü Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb. Orada Alim Şükürzadə dostları 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə Cəbrayıl Şirməmmədovu döyərək ona xəsarət yetiriblər. Daha sonra həmin yerə gəlmiş Cəbrayıl Şirməmmədovu 1995-ci il təvəllüdlü dostu da Alim Şükürzadə tərəfindən döyülüb. Hadisə ilə əlaqədar Alim Şükürzadə, Elşad Məmmədov və Elvin Quluzadə polis tərəfindən saxlanılıb. Onlar sərxoş vəziyyətdə olublar. Qeyd edək ki, saxlanılan şəxslər 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.